Çayların mənbələrinin doğru verilmədiyi silsiləri müəyyən edək. Şahdağ silsiləsi Şəmkir çayın mənbəyidir. Zəngəzur silsiləsi Oxçu çayın mənbəyidir. Ancaq Dərələyəz Parağa çayın mənbəyi deyil. Çünki Parağa çayı Zəngəzurdan başlayır. Qafqaz dağları Ceyrankeçməzin mənbəyidir. Amma Lənkəran çayının mənbəyi Talış dağlarıdır. Vəlvələ çayın mənbəyi yan silsilə deyil, Baş Qafqazdır. Deməli 3, 5, 6 cavab B variantı. Avstraliyanın xəritə sxeminə əsasən rəqəmlərə müvafiq gələn səhraları müəyyən edək. Burada cavab A variantıdır. 1 rəqəmi ilə Böyük Qumlu, 2 rəqəmi ilə Gibson, 3 rəqəmi ilə Böyük Viktoriya, 4 rəqəmi ilə Simpson səhraları verilib. Cavab A variantı. Şərqi Zəngəzur iqtisadi rayonu üçün doğru fikirləri müəyyən edək. 2 xarici ölkə ilə həmsərhəddir. Qərbdə Ermənistan, cənubda İranla həmsərhəddir. Birinci şərt doğrudur. Birinci şərtin verilmədiyi variantları silirəm. Ərazisində Xudafərin su anbarı və Qız Qalası hidroqovşağı yerləşir. Doğrudur. Hər iki su anbarı və hidroqovşağın Cəbrayıl və Zəngilan rayonlarında olduğunu bilirik. İkinci şərt də doğrudursa deməli Y variantda silinər. Ərazisində uçqunbənd mənşəli böyük və kiçik alagöllər yerləşir şərti yanlışdır. Çünki bu göllər vulkan bənd mənşəlidir, uçqunbənd mənşəli deyil. Tərkibində 5 inzibati rayon və 5 şəhər var. Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı və Cəbrayıl rayonları və onların mərkəzləri olan şəhərlər. Dördüncü şərtdə doğrudursa cavab C variantı. Əlvan metal filizləri hasilatı və emalı üzrə ixtisaslaşmışdır. Şərti doğru deyil. Hasilatı var, amma emal əsasən bilirik ki, Gəncə Daşkəsən iqtisadi rayonuna aiddir. Ərazisində Qaragöl və Bəsirçay qoruqları, Qubadlı və Daşaltı yasaqlıqları fəaliyyət göstərir. Daşaltı yasaqlığı Şuşa rayonunda yerləşir. Deməli, 6-cı şərtdə yanlışdır. Uyğunluq göstərilmişdir. Landşaftlara uyğun heyvanlar aləmi göstərilib. Burada A variantında yüksək dağlığın subnival-nival landşaftlarında Dağıstan turu, Bəbir, Köpkər, Xəzər uları və Bezuar keçisi şərti doğrudur. Azərbaycanın fauna tərkibi cədvəlindən görürük ki, Dağıstan turu, Köpkər, Bezuar keçisi, Bəbir, Xəzər uları, nival və subnival landşaftda yayılıb. Deməli, A variantı doğrudur. Cədvələ əsasən doğru sıraları müəyyən edək. Qoruq, yerləşdiyi inzibati rayon və ya rayonlar, aid olduğu iqtisadi rayon və ya rayonlar. Birinci sırada Qaragöl qoruğu Kəlbəcər deyil, Laçın rayonunda yerləşir. Deməli, birinci şərt yanlışdır. Birinci şərtin verildiyi variantları silirəm. İkinci sırada Türyançay verilib. Ağdaş, Qəbələ, Göyçay, Yevlax rayonlarında, Mərkəzi Aran, Şəki, Zaqatala iqtisadi rayonlarında yerləşir. İkinci şərt doğrudur. Üçüncü, Qarayazı, Tovuz, Ağstafa rayonları verilib. Amma Qarayazı qoruğu yalnızca Ağstafa rayonundadır, Tovuzda deyil. Üçüncü şərtdə yanlış olduğuna görə C variantını da silirəm. Körçay, Goranboy rayonundadır və o Gəncə Daşkəsən iqtisadi rayonunda yerləşir. Dördüncü şərtdə doğrudur. İlisu, Qax, Zaqatala rayonları verilib, amma o sadəcə Qax rayonunda yerləşir. Ona görə Zaqatalanı silirəm. Beşinci şərtdə yanlışdır. Bəsirçay Zəngilan rayonundadır və Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşir. Cavab D variantı. 3-cü və 15-ci saat qurşaqları üçün ümumi fikirləri müəyyən edək. Orta meridianları eyni meridian çevrəsi üzərində yerləşir. Eyni meridian çevrəsi üzərində yerləşmək aralarında 180 dərəcə coğrafi uzunluq fərqi və ya 12 saat vaxt fərqi olması deməkdir. 3-cü və 15-ci saat qurşaqlarının arasında da 12 saat vaxt fərqi var. Deməli, birinci şərt doğrudur. Bunu sübut etmək üçün bir də rəqəmlərlə baxaq. 3-cü saat qurşağının orta meridianı 45 dərəcə şərq uzunluğunda, 15-ci saat qurşağının orta meridianı isə 135 dərəcə qərb uzunluğundadır. Deməli, birinci şərt doğrudur. Birinci şərtin verilmədiyi variantları silirəm.
Bütün yarımkürələrdə yerləşirlər. Bilirik ki, yalnızca 0, 12 və 24-cü saatlı uşaqlar bütün yarımkürələrdə yerləşir. Deməli, ikinci şərt yanlışdır. İkinci şərtin verildiyi B və D variantları da silinə bilər. Üçüncü şərtə baxıram. Orta meridianının 40 dərəcəlik şimal paraleli üzrə kəsişdiyi nöqtələr arasında ən qısa məsafə 11100 km təşkil edir. Sadəcə şimal yarımkürəsini əhatə edən bir sxem çəkəsi olsaq, 40 dərəcəli şimal enliyi üzrə qütbdən keçmək şərti ilə 40 dərəcə şimal enindən şimal qütbünə qədər 50 dərəcə, şimal qütbündən də digər yarımkürədəki 40 dərəcə şimal eninə yenə 50 dərəcə. Bu deyilir 100 dərəcə. 1 dərəcəli meridian qövsünə vursaq bu 100 dərəcəni eləyəcək 11100 km. Deməli, üçüncü şərt doğrudur. Dördüncü şərtə baxaq. Yerləşdikləri yeganə ortaq okean Şimal Buzlu okeanıdır. Şərti də doğrudur. Çünki 135 dərəcə qərb uzunluğu Şimal Buzlu okeanı və Sakit okeanı görür. 45 dərəcə şərq uzunluğu Şimal Buzlu okeanı və Hind okeanını görür. Ortaq okean Şimal Buzludur. Dördüncü şərtdə doğrudur cavab Y variantı. Cəmi 2 materiklə kəsişirlər şərti yanlışdır. 135 dərəcə qərb uzunluğu həm Şimali Amerikanı, həm də Antarktidanı görür. 45 dərəcə şərq uzunluğu isə həm Avrasiyanı, həm Afrikanı, həm də Antarktidanı görür. 5-ci şərt də yanlışdır. Fiziki coğrafi rayonların xəritə sxeminə əsasən doğru olmayan bəndləri müəyyən edək. 5 rəqəmi ilə verilən Lənkəran fiziki coğrafi rayonunda sarı və psevdopodzollu sarı torpaqlar rast gəlinir şərti doğrudur. Azərbaycan Respublikasının torpaqları xəritəsindən görürük ki, Lənkəran zonasında 6 rəqəmi ilə verilən sarı və psevdopodzollu sarı dağ meşə torpaqları yayılıb. Deməli, bizə doğru olmayanlar deyirsə, A variantını silərik. 4 rəqəmi ilə verilən Həkəri fiziki coğrafi rayonudur. Qışı quraq keçən mülayim isti və qışı mülayim keçən yarımsəri qurucu çöl iqlimi yayılmışdır. İqlim tipləri xəritəsinə baxsaq, görərik ki, 3 rəqəmi və 1 rəqəmi ilə müvafiq iqlim tipləri orada göstərilib. B variantı da düzgün fikri ifadə elədiyinə görə bizə lazım deyil. 2 rəqəmi ilə Ceyrançöl Acınoxur fiziki coğrafi rayonu verilib. Kaynazoyun həm 3-cü, yəni neogen, həm də 4-cü, yəni antropogen dövrünə aid olan çöküntülər rast gəlinir. Bu şərt də doğrudur. C variantını götürmürük. 1 rəqəmi ilə Zaqatala-Lahıc fiziki coğrafi rayonu verilib. Respublikamızda bütün fəslərdə bol yağıntılı soyuq iqlimin yayıldığı yeganə fiziki coğrafi rayondur. Həmin iqlim tipi Zaqatala-Lahıc fiziki coğrafi rayonundan savayı həm də Dağlıq Şirvan fiziki coğrafi rayonuna da uyğun gəlir. D variantı səhv fikri ifadə elədiyinə görə bizə lazımdır. 3 rəqəmi ilə Küdür Şirvan fiziki coğrafi rayonu verilib. Çayların gətirmə konusları formalaşmışdır. Bəli, Böyük Qafqaz dağlarından gələn Şirvan zonasının çayları burada gətirmə konusları yaradır. Uyğunluğu müəyyən edək. Burada gördüyümüz qədər Yaxçins piramidaları verilib və onlara uyğun variantları seçək. Birinci və dördüncü üçün təbii artımın ikinci tipi xasdır. Bilirik ki, ikinci tip inkişaf etməkdə olan ölkələrdə olur və orada uşaqların sayı nisbətən çox olur. Burada gördüyümüz qədər birinci və dördüncü sütunlarda uşaqların sayı digərlərindən azdır. Deməli, bu sütunlar inkişaf etmiş ölkələrə və ya əhalinin təbii artımın birinci tipinin xas olduğu ölkələrə aiddir. A variantı yanlışdır. Üçüncü üçün demoqrafik yük digərlərinə görə daha yüksəkdir. Demoqrafik yük əmək qabiliyyətsiz əhalinin fəal əhaliyə nisbətidir. Və əmək qabiliyyətsiz əhali, uşaqlar və yaşlılar əsasən bunlar olduğuna görə baxırıq ki, nisbət olaraq hansında orta yaşlılar azdırsa, deməli demoqrafik yük daha çoxdur. Gördüyümüz qədər 3-cü rəqəmi ilə verilən sütunda orta yaşlılar digərlərindən azdır. Deməli, B variantı doğru fikri ifadə edir. Birinci və dördüncü sütunlarda yetkinlər və yaşlıların sayı artdıqca uşaqların payı azalır.
Burada səbəb-nəticə əlaqəsi düzgün qurulmayıb. Çünki uşaqların sayı azalarsa, yetkin və yaşlıların sayı artar. Deməli, C şərti də yanlışdır. D variantına baxaq. İnkişaf etmiş ölkələr əsasən 2-ci, 3-cü və 6-cı regionlarda yerləşir. Bilirik ki, inkişaf etmiş ölkələrdə orta yaşlıların sayı nisbətən çox olur, uşaqların sayı az olur. Burada orta yaşlılar 62, 59 və 65 olaraq göstərilib. Üçüncü sütun inkişafda olan ölkələrə aid olar. Deməli, D variantı da yanlışdır. İkinci və beşinci regionların göstəricilərinin ortalaması dünya üzrə olan göstəricilərə bərabərdir. Dünya üzrə olan göstəricidə 32% uşaqlar, 63% orta yaşlılar, 5% də yaşlılardır. İkinci sütun demək olar ki, buna uyğundur. Ancaq 5-ci sütunda rəqəmlər tam fərqlidir. Y variantı yanlışdır. Doğru fikirləri müəyyən edək. Altay dil ailəsi özündə Türk dil qrupu ilə yanaşı Mongol, Tungus Mancur və Fin-Uqor dil qruplarını birləşdirir. Şərti yanlışdır. Fin-Uqor dil qrupu Altay dil ailəsinə aid deyil. Birinci şərt yanlışdır. Deməli, birinci şərti silirik. Birinci şərtin verildiyi variantları silirik. Myanmarlılar, Butanlar və Şerplər Çin-Tibet dil ailəsinə mənsubdur. Şərti doğrudur. Dünyada əhalisinin sayına görə birinci olan ölkə, yəni Hindistan, həm də əhalinin sıxlığına görə birincidir. Şərti yanlışdır. Əhalinin sıxlığına görə Bangladeş 1000 nəfər bölsün kvadrat kilometrə görə birincidir. Ancaq bundan savayı Monakoda 16.500, Singapurda 6.680, Maldiv adalarında 1330, Malta adasında 1200 nəfər olan göstəricilər də var. Ancaq onlar cırtdan dövlətlərdir. Deməli, üçüncü şərt də yanlışdır. Üçüncü şərtin verildiyi D variantını silirəm. Afrikada doğumun yüksək olma səbəblərindən biri səhiyyənin aşağı səviyyədə olmasıdır. Bu, təbii artımdan söhbət gedir və səhiyyənin buna nəzarət edə bilməməsindən söhbət gedir. Demoqrafik keçidin 4-cü mərhələsinin səciyyəvi olduğu bəzi ölkələrdə işçi qüvvəsinə ehtiyac yaranır. Şərti doğrudur. Çünki 4-cü mərhələdə təbii artım az olduğuna görə işçi qüvvəsi də azdır. 5-ci şərtdə doğrudursa cavab C variantı. Avropada uşaqlar və yaşlılar arasında əhalinin xüsusi çəki fərqi çox böyükdür. Yaş cins piramidasına baxanda görürük ki, Avropada orta yaşlıların sayı daha çox, uşaqların və yaşlıların sayı isə daha azdır. Demək, 6-cı şərtdə yanlışdır. Uyğunluğu müəyyən edək. Sosial inkişaf, iqtisadi inkişaf, ekoloji inkişaf. Sosial inkişafda insanların hüquqlarının qorunması, əhalinin iş yerləri təmin olunması götürülür. Yəni 1-ə C. İqtisadi inkişafda yeni texnologiyanın tətbiqi götürülə bilər. 2-yə A. Və ekoloji inkişaf, bioloji alimin qorunub saxlanması 3-ə B. Cavab B variantı. Çin Xalq Respublikası ilə bağlı doğru fikirləri müəyyən edək. Təbii qaz hasilatı Əlcəzairdən daha çoxdur. Bu şərt doğrudur. Dünyanın qaz hasilatı xəritəsindən də görürük ki, Çində bu 135, Əlcəzairdə isə 84 milyard kubmetrdir. Dünyada daş kömür hasilatına görə birinci yer tutsa da, həm də bu yanacaq növünü idxal etməkdə maraqlıdır. Bu şərt də doğrudur. Metallurgiyanı xammala təmin etmək üçün kömür hasilatı Çin üçün vacibdir. İkinci şərtin verilmədiyi D variantını da silirəm. Dövlət mülkiyyətinin az və iqtisadiyyatdakı iştirakının məhdud olması ilə səciyyələnən iqtisadi modelə malikdir şərti yanlışdır. Bilirik ki, Çin dövlət mülkiyyətinin və iqtisadi nəzarətin dövlət tərəfindən maksimum olmasını istəyən bir ölkədir. Üçüncü şərt də yanlışdır. 4-ə baxaq.
Ərazisində mövzuy qırışıqlığının zonaları mövcud deyil şərti yanlışdır. Bilirik ki, Tibet zonası Çindədir və bu ərazi mövzuy yaşlı qırışıqlıq zonasına aiddir. 5-ə baxaq. Unitar quruluşa malik olsa da idarə etməsində muxtar qurumlar mövcuddur. Şərti də doğrudur. Çin unitar respublikadır. Ancaq tərkibində elə Sinsiyan Uyğur muxtar rayonunu qeyd etmək olar. 5-ci şərtdə doğrudursa cavab A variantı. Həm Koreya Xalq Demokratik Respublikası, həm də Cənubi Koreya ilə quru sərhəddən malikdir şərti yanlışdır. Çünki Koreya Respublikası şimaldan Koreya Xalq Demokratik Respublikası ilə həmsərhəddir və Çin ilə sərhəddi yoxdur. 6-cı şərtdə yanlışdır. Bioloji məhsuldarlığını əbədi itirən və təbii mühitin özünü bərpa etməyə gücü çatmadığı vəziyyət kollaps vəziyyətidir. Cavab D variantı. Xəritə sxemdə verilmiş ölkə üçün doğru olmayan fikirləri müəyyənləyək. Xəritə sxemdə verilən ölkənin Türkiyə olduğunu bilirik. Daş, kömür və xromit ehtiyatına malikdir şərti doğru fikirdir. Bizə də aid olmayan istəniliyyə görə birini seçməliyik. Birin verildiyi variantları silirəm. 3-cü saat quşağında yerləşir. 2016-cı ildən etibarən Türkiyə dekret vaxtının istifadəsini dayandırıb və rəsmi olaraq yay vaxtından istifadə eləməyi qərara alıb. O vaxtdan bəri Türkiyə 2-ci saat quşağından 3-cü saat quşağına keçdiyini bildirib. Yəni, Türkiyə 3-cü saat quşağında yerləşir. Bu fikirdə doğru olduğu üçün götürmürük. 2-ci şərtin verildiyi C variantını da silirik. Çayları daxili axarsız hövzə ilə yanaşı Hind və Atlantik okean hövzələrində aiddir. Bəli, Atlantik okeanına Qara dəniz vasitəsilə tökülən Qızıl ırmağı, Hind okeanına tökülən Dəzlə və Fərat çaylarını, bir də daxili axarsız hövzəyə aid olan çayları nəzərə alsaq, 3-cü şərtdə doğru fikri ifadə edir. Ən böyük ticarət limanları Aralıq dənizində yerləşən Ceyhan və Samsun limanlarıdır. Şərti yanlışdır, çünki Samsun şəhəri Qara dəniz limanıdır. 4-cü şərti götürürük. Ən hündür nöqtəsi ölkənin şimalında Pont dağlarında yerləşir şərti yanlışdır, çünki Ağrı dağı Anadolu yaylasında yerləşir. Əhalinin milli tərkibi yekcinsliyi ilə seçilib monoetnik ölkə hesab olunur şərti də yanlışdır. Türkiyədə 90% türklərdir. Digər xalqlar isə ölkənin çox millətli olmasına səbəb olur. Deməli, 4-5-6 cavab A variantı. Xəritə sxemlərə əsasən L-Venn diaqramını tamamlamayan xüsusiyyətləri müəyyən edək. Deməli, burada Qazax Tovuz və Şərqi Zəngəzur iqtisadi coğrafi rayonları verilmişdir. Qışı quraq keçən mülayim isti iqlim yayılmışdır. Hər iki iqtisadi coğrafi rayonda qışı quraq keçən mülayim isti iqlim var. Deməli, birinci şərt ortaq olduğu üçün birinci şərtin verildiyi variantları götürməliyik. Tərkibinə daxil olan bütün inzibati rayonlar xarici ölkə ilə həmsərhəddir. Qazax Tovuz iqtisadi rayonunda yerləşən Şəmkir rayonunun xarici ölkə ilə həmsərhədliyi yoxdur. Deməli, ikinci şərt bizə lazımdır. Zəngin filiz və qeyri-filiz ehtiyatına malikdir şərti Qazax Tovuzda Gədəbəyə, Şərqi Zəngəzurda isə Kəlbəcərə, Laçına, Zəngilana görə götürülə bilər. Deməli, 3-cü şərtdə ortaq olduğuna görə götürmürük. E variantı da ələnər. Vulkanogen çökmə suxurları rast gəlinir şərti hər iki iqtisadi rayonda var. 3 fiziki coğrafi rayonda yerləşir. Qazax Tovuz iqtisadi rayonu, Ceyrançul Acnoxur, Qazax Qarabağ və Gəncə fiziki coğrafi rayonlarına yerləşsə də, Şərqi Zəngəzur iqtisadi rayonu, Qarabağ, Vulkanik Yayla, Həkəri və Arazboyu fiziki coğrafi rayonlarında yerləşir. Deməli, 5-ci şərt ortaq olmadığına görə götürürük. 2, 5. Və yüksək dağlıqda Nival landşaft geniş ərazi əhatə edir. Nival landşaft bilirik ki, Böyük Qafqazda və Zəngəzur silsiləsində
formalaşmışdır. Yəni 6-cı şərt ortaq deyil. Cavab B variantı. Azərbaycan iqtisadiyyatı üçün doğru fikirləri müəyyənləyək. Dağlıq ərazilərdə çayların hidroenerji potensialı böyük olsa da ən böyük seslər düzənlik ərazilərdə yerləşir şərti doğrudur. Birinci şərtin verilmədiyi variantları silirəm. İkinci Qarabağ müharibəsindən sonra ölkənin geosiyasi mövqeyində dəyişikliklər baş verməkdədir. Təbii ki, bu da doğru bir fikirdir. Dağlıq Şirvan iqtisadi rayonunda pambıq əkinləri mövcud deyil şərti yanlışdır. Belə ki, Dağlıq Şirvan iqtisadi rayonunda yerləşən Ağsu rayonunun cənub hissələrində pambıq əkinləri var. Alüminium emalı yerli boksit və alünit ehtiyatlarına əsaslanan şərti yanlışdır. Çünki Azərbaycanda boksit deyil, alünit var. Dördüncü şərtin olduğu variantında silirəm. Qarabağda aparılan geniş quruculuq işlərinə görə tikinti sənayesi müəssisələrinin əksəriyyəti Gəncə və Mingəçevirdə cəmlənmişdir şərti yanlışdır. Çünki tikinti sənayesi müəssisələri həm xam malı, həm də tələbata meyl eləyir. Tələbat da demək olar ki, əsasən Abşeron zonasındadır. Və Qarabağ zonasında istifadə edilən tikinti materialları əsasən bu ərazilərdən ora göndərilir. 5-ci şərtdə yanlışdır, götürmürük. Şərqi Avropa regionunda baş verən siyasi hadisələr ölkənin təbii qazının yeni ixrac perspektivlərini formalaşdırmışdır. Bu da doğrudur. Ukrayna-Rusiya müharibəsinə görə Rusiya qazının Avropaya nəqlində fasilələr formalaşmışdır və Azərbaycan təbii qazın yeni ixrac perspektivlərini dəyərləndirə bilər. 6-cı şərtdə doğrudur. Cavab Y variantı. Xəritə sxemi əsasən 1, 2, 3 rəqəmləri ilə verilən ölkələri, yəni Polşa, Belarusiya və Ukrayna ölkələrini 4, 5, 6 rəqəmi ilə göstərilən Norveç, İsveç və Danimarka ölkələrindən fərqləndirən xüsusiyyətləri müəyyən edək. A. Unitar inzibati ərazi quruluşuna malik olan ölkələrdir. Bu ölkələrin hamısı unitardır. Deməli, A fərqləndirici xüsusiyyət deyil. A-nın verildiyi A və Y variantlarını silmək olar. Aralarında NATO və Avropa İttifaqına üzv olan ölkələr mövcuddur. Bu şərt doğru şərtdir. Belə ki, Polşa və Şimali Avropa ölkələrinin hamısı NATO'ya üzvdür. Deməli, bu fərqləndirici xüsusiyyət deyil. B-nin verildiyi B variantında silmək olar. Təbii artımın birinci tipi səciyyəvidir. Hər iki istiqamətdə olan ölkələrdə təbii artımın birinci tipi səciyyəvidir. Deməli, C şərtinin verildiyi D variantında silmək olar. Respublika idarəetmə formasına malik olan ölkələrdir. Bu şərt konkret fərqləndiricidir. Belə ki, Polşa, Belarusiya və Ukrayna hamısı respublikadır. Norveç, İsveç və Danimarka hamısı monarxiyadır. Deməli, D şərti bizə lazımdır. İnkişaf etməkdə olan ölkələrdir. Belarusiya və Ukrayna inkişaf etməkdə olan ölkələrdir. Ancaq Şimali Avropa ölkələrinin hamısı inkişaf etmiş ölkələrdir. Bu da fərqləndirici xüsusiyyətdir. Aralarında materik daxili mövqeyə malik olan ölkə mövcuddur. Belarusiya okeana çıxışı yoxdur. Şimali Avropa ölkələrinin hamısının isə okeana çıxışı var. Deməli, F də fərqləndirici cəhətli cavab C variantı. Əhalinin sıxlığının daha yüksək olduğu inzibati rayonları müəyyən edək. Ağdam rayonunda əhalinin sıxlığı hər kvadrat kilometrə 178 nəfər, Şabranda 55 nəfər, Şəmkirdə 133 nəfər, Hacıqabulda 48 nəfər, Bərdədə 165 nəfər və Ordubadda 51 nəfərdir. Deməli, burada cavab 1, 3, 5 D variantıdır. Dağlıq relyefin üstün olduğu inzibati rayonları müəyyən edək. 1 rəqəmi ilə Gədəbəy, 2 rəqəmi ilə Şahboz, 3 rəqəmi ilə Samux, 4 rəqəmi ilə Ağcabədi,
5 rəqəmi ilə Kürdəmir, 6 rəqəmi ilə yardımlı rayonları verilmişdir. Və 1, 2, 6 rəqəmləri ilə verilən Gədəbəy, Şahbuz və yardımlı rayonları dağlıq relyefin üstün olduğu rayonlardır. Cavab C variantı.